Yaşıllıqlar içində yerləşən dükkan restoranını sınamaq üçün Mərdəkana yollandıq. İçəri daxil olan kimi hər tərəfi yaşıllığa əhatə edirdi və məkan çox rahat atmosfer yaradırdı. Otaqların hər birinə maraqlı adların verilməsi də diqqətimizi çəkdi. Burada həm açıq havada, həm də qapalı otaqlarda əyləşmək mümkündür. Yeməklər qısa müddətdə süfrəmizə təqdim olundu. İlk olaraq albalılı pomidor salatı və xırtıldayan badımcan salatını daddıq və hər ikisi də çox xoşumuza gəldi. Daha sonra dükkan qutabı sifariş etdik. Dükkan qutabının içliyi bol, xəmiri isə nazik və yumşaq idi. İçi bol pendirli, üzəri isə mükəmməl qızardılmış manqal xaçapurisini mütləq dadmağı tövsiyə edərik. Qızılı rəngdə qızardılmış toyuq lollipop, üzəri xırçıldayan, içərisi isə yumşaq və dadlı hazırlanmışdı. Və albalı sosunda canatı sifariş etdik. Sonuncu yemək istisna olmaqla sifariş etdiyimiz bütün yeməkləri çox bəyəndik. Qeyd edək ki, restoranda yeməklər əsasən orqanik ərzaqlardan hazırlanır. Bu da ki, dadına və keyfiyyətinə öz təsirini göstərir. Ümumilikdə sakit atmosferi, yaşıllığı və fərqli konsepti ilə yenidən gedə biləcəyimiz məkanlardan biri oldu.